Zinənin içində bütün taxıl batır. Bunu sabah necə biçəcəyik? Əkəndə bu cürə su yox idi. Nə keçən il, altdakı ilin bir neçə ildir su yoxdur. Kürün arazın aşağıda olduğu vaxtda biz zinənin içində batırıq. Neyniyək? Dərdimizi kimə deyək? Əkmişik, hamısı taxıldı. Hamısı taxıldı. Neyniyək? Hamısı zinənin içində. Zinədir, o iz, bu iz hər yer. İçəridə gəzmək olmur. Buyur, özü təqdim edin. Hüseyn Nizat, Əsgərbəyli kənd sakini. Məsələn, torpaqlardan nə istifadə edə bilmirsiniz? Torpaqlardan o məqsədlə istifadə edə bilmirik ki, ona görə istifadə edə bilmirik ki, çünki qurun suylarının ucbatından istifadə edə bilmirik. Tək mən yox, bütün kənd cəmaatı istifadə edə bilmir. Çünki əkdiyimiz əkinlər bütün qurun suylarının altında qaldığına görə, yəni ki, heç bir şey əldə edə bilmirik. Mən özüm öz bağımıza, yəni ki, öz torpağıma, sahəmə 2500-ə qədər nar ağacı əkmişəm dəfələrlə. Yəni bu şey baş verib, yəni ortalığa çıxmır. Öz narın öz göylüyünə qədər özü bir damcı ki yaşarır, yarpaqlanır, həmən qurun suyları onu öz altına alır, yəni yandırır, məhv edir. Hətta bostan sahələri, pambıq sahələri, cəmaatın taxıl sahələri, mənim özüm daimi oğlum taxıl sahələri suyun altına qaldı. Yəni bu vəziyyətə görə heç bir pay torpaqdan gəlir əldə eləmək olmur. Çünki biz kənd cəmaatı yox, biz torpaqdan qidalanırıq, torpaqdan yararlanırıq. Bu vəziyyətlə də ki, heç bir şey əldə eləmək olmur. Yəni bu qurun sularına bir çarə qılsınlar. Yəni bu qurumlar, hansı bir qurumdursa bu qurun sularına, bu zinə köşklərə baxanlar, onlardan xahiş edirik və tələb edirik ki, bu işləri yoluna qoysunlar və ciddi yanaşsınlar. Xahişimiz odur. Buyur, özü təqdim edin. Sultanzadə Nahid, Sabirabad rayonu Əsgərbəyli kənd sakini, fermer. Nahid, bax, probleminiz nədir sizin? Nə kimi problemlər var sizdə? Problemimiz həl-hazırda belə 20 ildən çoxdur qurun sularda. Qurun sular deyəndə şirin sudur, bütün bizim torpaqlar məhv olur. Yəni, haradasa sahələr sulanır, onların suları toplanır bir yerə. Deməli, 22 saatdır Sabirabad rayonunun bütün suları gəlib toplanır bizim pay torpaqlarımızda. Pay və bələdiyyə, mal örüşləri, hamısı suyun altındadır. Belə gördüyünüz kimi yulğun, qamış basıb, hər ildə bizim əkin sahələrimiz, taxıl sahələrimiz qalır. Bizdə hazırda çəkilişlər, şəkillər də var. Bir neçə dəfədə ki, məktublarımız olub, gəlib deyiblər ki, bəs düzəldəcək falan, yəni həll olunacaq. Yəni, yoxdur da, nəticə yoxdur. Kollektorlar qazılır, yenə də nəticə yoxdur. Mən burada hal-hazırda arxada gördüyünüz sahədə 3-4 hektar bağ əkmişdik. Bağlar hamısı məhv oldu, getdi. İndi bu dəqiqədə nar bağımız gülün içində, demək olar ki, kök suyun içindədir. Bugünkü gün hardasa 20 santı su aşağıda olduğu vaxtı narlar da məhv olub gedir. Yəni bu Əsgərbəyli, Qasımbəyli, Axtaçı Muradbəyli kətləridir. Hal-hazırda bütün sahələr ziyan çəkməkdədir. Adamlar bu qurun sularından, qurun su deyəndə heç duzlaşmış sudadır, şirin sudur. Sadəcə motorlar yoxdur. Keçmişdə Sovet dövründə 5-6 motor var idi. İndi 2 dənə nasosu, onu da cilzat tutur, kollektor dərin olsa da yəni çatdıra bilmir. Çatdıra bilmədiyinə görə də bu sahələr hamısı məhv olub gedir. Bizim də
kənddə də ki, kəndçi torpaqla məşğuldur. İşimiz təsərrüfatdır. Bu da məhvə doğru gedir. İllərdir məhv olub, yenə də yəni davam eləyir. Belə. Çay bundan əvvəl çapına. Yox, bu əjdər əkdiyimiz yoxdur. Hə, doğru. Ondan oldu.